Koronavirus peyvəndi ilə bağlı araşdırmalar tibb dairələrində qızğın müzakirələr yaratmağa davam edir. Təxminən 99 milyon insan əhatə edən son beynəlxalq araşdırma peyvənddən sonra bir sıra ciddi xəstəliklərin mümkün riskinin artdığını göstərən yeni məlumatlar təqdim edib. Yoluxucu xəstəliklər professoru Olga Golubovskayanın Facebook səhifəsində qeyd etdiyi kimi təhlil ən çox yayılmış 3 peyvənd üzərində cəmlənib. Pfizer, BioNTech, Moderna və Oxford AstraZeneca. Tədqiqatlar mRNA peyvəndlərindən istifadə etdikdən sonra miokardit riskinin təxminən 610% artdığını müəyyən edib. Bundan əlavə, kəskin yayılmış ensefalomiyelit riskində 378% artım olur. Vektor peyvəndinin istifadəsi sinus trombozu riskinin 323% artması ilə əlaqələndirilib və Guillain-Barré sendromunun inkişaf ehtimalı 249% artıb. Qeyd etmək lazımdır ki, bu məlumatlar risklərin statistik artımını göstərir, lakin birbaşa səbəb-nəticə əlaqəsini təsdiq etmir. Aparıcı beynəlxalq səhiyyə təşkilatları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 peyvəndinin pandemiya ilə mübarizədə əsas vasitə olduğunu təkid etməyə davam edir. Mütəxəssislər vurğulayırlar ki, peyvəndlərin faydaları potensial yan təsirlərdən qat-qat üstündür. Tibb ekspertləri məlumatları şərh edərkən ehtiyatlı olmağa çağırırlar, məsləhət görürlər və xatırladırlar ki, riskin statistik artımı mütləq hər bir xəstə üçün təhlükə demək deyil. Bununla belə, bu cür tədqiqatlar vaksinin təhlükəsizliyinə nəzarətin davam etdirilməsini və potensial risklərin və faydaların hər bir halda diqqətlə qiymətləndirilməsi zəruriliyini vurğulayır.